Salamlayıram hər birinizi yeni mövzu izahatından. Bugün sizinlə biz birlikdə Qızıl Ordu dövləti ilə tanış olacağıq. Başlayaq. İlk öncə ordu və qızıl sözlərinin mənası nədir ki, bunların birləşməsindən yeni bir dövlət adı meydana gəlir. Ordu sözünün Monqol dilində mənası çadır deməkdir. Qızıl isə elə burada rəng mənasını bildirir. Belə ki, Qərb ulusunun xanları öz çadırlarını quran zaman onun üzərinə böyük xanın çadırı olduğunu bildirməkdən ötəri qızılı örtük salırmışlar. Və buna görə də o dövrdən elə qızılı çadırın salınması ilə bağlı olaraq dövlətin adı da Qızıl Ordu dövləti olaraq da tarixə düşmüşdür. Baxaq, Qızıl Ordu dövləti necə yaranır? 1235-ci il. 1235-ci ildə Qaraqorum şəhərində Böyük Monqol İmparatorluğunun paytaxtında bir qurultay çağırılır. Qurultayın gedişatında iki qərar alınır. Birincisi, Qərb torpaqlarına yürüş olacaq, yəni gün batan ölkələr, xüsusilə də Şərqi Avropa ölkələrinə hücum olunmalıdır. Bundan başqa ikinci qərar isə yeni bir yürüşün başçısı olaraq Cucinin oğlu Batxan orduların komandanı təyin olunmalıdır. Çingiz xanın vəsiyyətinə görə 4-cü Monqol ulusu Cuci ulusu olacaqdı və Cucinin payına isə Xarəzm torpaqları və həmçinin Şimali Qafqaz ərazisi və Qıpçaq çölləri düşmüşdü. Və həmçinin Çingiz xan bildirirdi ki, qərb zonalarında yeni işğal olunan bütün ərazilər mənim bəs Cucimə, 4-cü oğlum olan Cucinin payına düşməli idi. Və buna uyğun olaraq Cucini ölümündən sonra onun oğlu Batxan onu əvəzləyir və yeni Çingiz xanın vəsiyyətinə əsasən bu ərazilər kimin payına düşməlidir? Batxanın. 1235 yürüş başlayır. Monqollar ikinci səfər qərbə doğru böyük bir yürüşə başlayırlar. Batxan bu səfərə rəhbərlik edir. Səfərin gedişatında 1230-un sonlarında artıq Rus Qıpçaq çöllərinə gəlib çatan Monqol ordusu ilk öncə Rus Knyazıqlarının ordusunu məğlub edir İdil-Volqa çayı arası ərazilərdə və ardı ilə də 1240-cı ildə Kiyev şəhərini tutur və Kiyevin tutulması ilə birlikdə Polşaya yol açılır. Ardı ilə 1241-də Polşa ərazisində Polşa, Macar və Almanların birləşmiş qoşunlarından ibarət böyük bir qüvvəni Batxan məğlubiyyətə uğradır döyüşdə. Lakin 1241-də Batxan yürüşünü dayandırmaq məsuliyyətində qalır. Səbəb Böyük Monqol xanının dünyasını dəyişməsi idi və bildiyimiz kimi Çingiz xanın vəsiyyətinə əsasən Böyük Monqol hökmdarı, yeni Böyük Monqol xaqanı bütün belə deyək ki, sülalə üzvlərinin bir yerə toplandığı bir qurultayda seçilməli idi və Batxanda onun üçün mərkəzə, Qaraqoruma çağırılırdı. Bu yürüşün dayandırılmasının ikinci səbəbi isə əskərlərin yorğunluğu idi. Əskərlər çox yorulmuşdu və ordu sıraları pozulmuşdu Monqollarda və həmçinin yeni işğal olunan ərazilərdə çoxlu xalq üsyanları baş verirdi. Bu üç səbəb doğrultusunda Batxan yürüşünü dayandırmaq məcburiyyətində qaldı. Lakin geriyə qayıdan zaman o məhz Xəzər dənizinin şimalında olarkən xəbər alır ki, artıq özünün iştirakı belə olmadan yeni bir xan, böyük xan seçilibdir və Batxan artıq Qaraqoruma getməyin mənası olduğunu düşünərək Xəzər dənizinin şimalında yeni bir şəhər, öz adına Saraybatı adlı bir şəhər qurur və burada hadisə 1240, 41, 42-ci illər arası, yəni 13-cü əsrin 40-cı illərin əvvəllərində yeni bir dövlət olan Qızıl Ordu dövlətinin əsasını qoyur və Qızıl Ordu dövlətinin ilk hökmdarı da elə Batxan olur. Batxan yeni dövlət yaradır. Batxanın qurduğu yeni dövlətin ərazisində Böyük Qıpçaq çölü, Şimali Qafqaz, Xarəzmin şimalı və həmçinin Qərbi Sibir torpaqları daxil idi. Baxaq, Qızıl Ordu dövləti haqqında məlumat verməyə davam edirik. Danışırıq biz kimin dövründən? 1312-1343. Söhbət gedir Özbək xandan. Qızıl Ordu hökmdarı Özbək xan haqqında bizim məlumatımız var. Belə ki, onun 1318-35-ci illərdə Azərbaycana yürüşləri haqqında biz Azərbaycan tarixində məlumat əldə eləmişdik. Baxaq, Qızıl Ordu hökmdarı olaraq onun hakimiyyətdə olduğu dövrdə hansı hadisələr baş verir? İlk öncə, Qazan xan, Bülaki dövlətindəki Qazan xandan Özbək xan üçün bizim bir oxşar cəhətimiz var. Qızıl Ordu dövlətində Özbək xan İslam dinini dövlət dini elan eləmişdi. Eyni ilə Qazan xan kimi. Və daha sonra Özbək xanın hakimiyyətdə olduğu dövrdə Qızıl Ordu dövləti tam şəkildə türkləşərək Türk dövlətinə çevrilir. Bildiyimiz kimi Monqollar ayrıca bir iqdilər, lakin Monqolların qurduqları dövlət, Qızıl Ordu dövləti Türklərin geniş yayıldığı Qıpçaq çölünü əsas götürürdü və
köçəri Monqol tayfalarının sayı bildiyimiz kimi az idi. Və onların sayıca az olmaları türklərlə qaynayıb qarışmasına və onların türkləşməsinə səbəb olur. Özbək xanın dövründə artıq Monqol dövləti olan Qızıl Ordu dövləti türkləşmə prosesini başa çatdıraraq bir müsəlman türk dövlətinə çevrilir. Artıq Özbək xanın dövründə Qızıl Ordu dövləti tam bir müsəlman türk dövlətinə çevrilir. Davam edək. Özbək xanın ölümündən sonra isə 1359-cu ilə gəldiyimizdə Qızıl Ordu dövlətində Cucindən olan xanların hakimiyyəti başa çatır. Belə ki, Cucinin nəsli tükənir artıq 1359-cu ildə və hakimiyyət uğrunda, böyük xan olmaq uğrunda Qızıl Ordu dövlətində aramsız müharibələr başlayır. Və bu müharibələrin gedişatında Qızıl Ordu dövləti olduqca zəifləyir. Qızıl Ordu dövlətinin zəifləməsindən istifadə edən Rus knyazlıqları bu dövrdə Moskva knyazının ətrafında birləşərək bir ittifaq, müttəfiqlik meydana gətirirlər və onlar Qızıl Ordu dövlətinə qarşı bir meydan oxuyurlar. Qızıl Ordu hökmdarı yenisi 1359-cu ildən hakimiyyətə gələn Mamay xan olur. Mamay xanın hakimiyyətdə olduğu dövrdə o Rus knyazlıqlarını məğlub eləmək qərarına gəlir. Onları yenidən Qızıl Ordu dövlətini münasib vəziyyətə salmaq lazımdır. Bunun üçün 1380-ci ildə böyük bir ordu Moskva knyazlığı üzərinə yürüşə gedir Mamay xanın başçılığı ilə. Lakin 1380-də Kulikova adlı yerdə baş verən döyüşdə Mamay xanın ordusu ağır məğlubiyyətə uğrayır. Ruslar böyük bir qələbə qazanırlar. Hətta Mamay xanın özünü belə öldürməyə nail olurlar. Beləliklə 1380-də Mamay xandan biz danışdıq. Onu Kulikova döyüşü ilə yadda saxlayırıq və baş verən Kulikova döyüşü Qızıl Ordu üçün böyük bir məğlubiyyət idi və Ruslar ilk dəfə olaraq Qızıl Ordunun asılılığından çıxmağa nail olmuşlar. 1380 hakimiyyətə Toxtamış xan gəlir. Toxtamış hakimiyyətə gəlməsi üçün Əmir Teymura borclu idi və bunu Teymurilər dövləti mövzusunda daha geniş şəkildə danışacağıq. Toxtamış xan 1380-də hakimiyyətə gəlir və 2 il müddətində dövləti toparlayır, təməllərini düzgünləşdirir və 1382-ci ildə o Rusların üzərinə, Moskva knyazlığına, sırf Moskva şəhərinin üzərinə hücuma gedir. Və 1382-də Moskvanı mühasirəyə alaraq bu şəhəri hiylə yolu ilə tutar və Moskva şəhərini yandırır və beləliklə digər Rus knyazlıqlarını da bir-bir məğlub edərək Toxtamış xan bütün Rus knyazlıqlarını yenidən Qızıl Ordu dövlətindən asılı vəziyyətə salır. Deməli, Mamay xanın dövründə Ruslar müstəqilliklərini bərpa eləsələr də, Toxtamışın dövründə 1382-ci ildə Moskvanın yandırılması ilə birlikdə yenidən Ruslar Toxtamış xandan, yəni Qızıl Ordu dövlətindən asılı vəziyyətə düşürlər. Davam edək. Tamam. Toxtamış xan geri qayıtsın. Azərbaycan tarixindən indi bildiyimiz hadisələri sadalayırıq. 1385-ci ildə Şimali Qafqazdan Dərbənd keçidindən keçərək Təbriz şəhərini Azərbaycana doğru qarətçi yürüşə başlayır Toxtamış. Bildiyimiz kimi Təbrizi də hiylə yolu ilə tutur, buranı da yandırır. Böyük itkilər verdirtdirir Azərbaycan xalqına. Lakin 1386-cı ilə gəldiyimizdə Əmir Teymurun Azərbaycana gəldiyi xəbərini eşidən Toxtamış Azərbaycanı tərk edir. Əmir Teymurun Azərbaycanda olmasından istifadə edərək isə Toxtamış 1387-ci illərin əvvəlində Buxara və Səmərqənd istiqamətində yürüşlər edir və Əmir Teymur bu xəbəri eşidərək bu səfər o Azərbaycanı tərk edir və Toxtamışın üzərinə gedir. Və artıq bura qırılma nöqtəsidir, çünki Toxtamış ilk dəfə burada artıq Əmir Teymura, onu hakimiyyəti gətirən şəxsə qarşı üsyan etmiş olur. Və beləliklə Əmir Teymur Toxtamışla bir yolluq hesabı çürütmək adına 1395-ci il 2-ci 3 illik yürüyüşü zamanı Şimali Qafqazdan Dərbənd keçidindən keçərək Terek çayı sahilinə irəliləyir və burada Toxtamışı tuta bilir. 1395-ci ildə Terek çayı sahilində baş verən döyüş nəticəsində isə Toxtamış xan öldürülür, məğlub olunur. Daha doğrusu öldürülməsi barədə mənbələrdə məlumatımız yoxdur. Lakin tam şəkildə məğlubiyyətə uğradılır, ordusu dağıdılır. İkinci nəticəmiz Terek döyüşü nəticəsində Qızıl Ordunun şərq əyalətləri, Şimali Qafqaz bölgəsi Teymurilərin tərkibinə daxil olur. Teymurilər bu ərazini öz dövlətinə birləşdirir. Üçüncü nəticə olaraq isə Qızıl Ordu dövləti parçalanır və bir daha öz əvvəlki qüdrətini bərpa edə bilmir. Terek döyüşünün nəticələrini sadaladıq. Toxtamış artıq bundan da hakimiyyəti başa çatdıracaq 1395-ci ildə və artıq 15-ci yüzilliyin biz belə deyək ki, daha doğrusu 14-cü yüzilliyin sonlarına çatdığımızda Qızıl Ordu dövləti parçalanır və Qızıl Ordu dövlətinin parçalanması nəticəsində onun ərazisində müxtəlif xanlıqlar
Krım xanlığı, Noğay ordusu, Qazan xanlığı, Əjdərxan xanlığı, Sibir xanlığı kimi müxtəlif xanlıqlar meydana gəlir. Danışırıq Əhməd xanın hakimiyyəti dövründən. Əhməd xanın hakimiyyət dövründə bəs nələr baş verib? Qızıl Ordu hökmdarı Əhməd xan Qızıl Ordu dövlətinin əvvəlki qüdrətini bərpa etmək istəyirdi və bunun üçün o iki məqsəd güdürdü. Bir, Qızıl Ordu dövlətinin məqsədini danışırıq Əhməd xanın hakimiyyət dövründən. Əhməd xan nə edir? Əhməd xanın dövründə Qızıl Ordu dövləti zəifləmişdi və Əhməd xan Qızıl Ordu dövlətinin qüdrətini bərpa etmək istəyir. Bunun üçün isə o 1480-ci ildə Moskva knyazlığı üzərinə yürüşə gedir. Məqsəd Moskva şəhərini tutub rusları yenidən özündən asılı vəziyyətə salmaq və həmçinin Qızıl Ordu dövlətinin itirilmiş qüdrətini yenidən bərpa etmək. Lakin 1480-ci ildə Uqra çayı sahilində Moskva knyazlığı və müttəfiqlərinin qoşunları ilə Qızıl Ordu dövlətinin qoşunları çayın biri digər sahilində, bir qoşun isə digər sahilində bir-birlərini izləyir. Tarixə bu Uqra görüşü olaraq düşür. Heç bir ordu çayı keçərək digər orduya hücum eləmir. Sadəcə ordular bir-biri ilə baxışırlar və daha sonra hər ordu öz ölkəsinə geri qayıdır. Və beləliklə 1480-ci il Uqra görüşü sayəsində bu tarixi hadisə nəticəsində rusların, Rus knyazlıqlarının Qızıl Ordu dövlətindən asılılığına bir dəfəlik son qoyulur. Və 16-cı əsrin əvvəllərinə gəldiyimizdə Qızıl Ordu dövləti aramsız müharibələr, hakimiyyət uğrunda mübarizələr, tabi olan xalqların üsyanları nəticəsində süquta uğrayır. Gəlin, qısa bir şəkildə Qızıl Ordu dövlətinin idarə etməsindən nə danışaq? Qızıl Ordu dövlətinin idarə olunmasında iştirak edən şəxslərin içərisində birinci aiddir Böyük xan. Böyük xan dövlətin başçısıdır və Böyük xan titulu daşıyır, ölkəni idarə edir. Bundan sonra Tarxanlar var. Tarxanlar isə imtiyazsız şəxslərdir. İmtiyaz hər hansısa bir hüquqa malik olmaz. Hər hansısa bir şey uğrunda çoxlu hüquqlara malik olmaq deməkdir. Belə ki, Tarxanların nə kimi hüquqları var idi ki? Tarxanlar vergilərdən azad idilər. Vergi ödəmirdilər və vergidən azad olmaqdan ötəri Böyük xandan hər il yarlıq, icazə kağızı alırdılar. Deməli, Tarxanlar Qızıl Ordu dövlətinin imtiyazsız şəxslərdir, vergi ödəmirlər və bunun qarşılığında hər il vergi ödəmək üçün Böyük xandan yarlıq, icazə kağızı alırlar. Baxırıq, Baskak. Baskaklar kimdir? Baskaklar isə Qızıl Ordu dövlətində vergi yığan məmurlara verilən addır. Deməli, Baskaklar vergi yığan məmurlar və indi gəlirik, danışaq iki dənə idarə etmə orqanından. Ali Məclis və Dövlət Divanı. Nədir bunlar? Ali Məclis sadəcə məsləhət verən məşvərətçi orqandır. Məsləhət verir, məşvərət edir və burada kimlər iştirak edə bilər? Xan sülaləsindən olan kəslər, böyük sərkərdələr, tarxanlar, şəhzadələr, Böyük xanın ailəsinə mənsub kimlər olsun burada iştirak edə bilər. Hətta ali ruhanilər belə burada iştirak edə bilərlər. Bu sadəcə Ali Məclis nədir? Məsləhət verici şuradır. Böyük xana sadəcə məsləhət verməklə kifayətlənirlər və bunların içərisində xan sülaləsindən aid olan kəslər, sərkərdələr, şahın yaxın adamları, ali ruhanilər daxildir. Dövlət Divanı. Dövlət Divanı ali icra edici orqandır. Və bu icra edici orqanında iki səlahiyyət var. Hərbi və mülki. Mülki işlərə baxır baş vəzir. Hərbi işlərə isə baxır bəylər bəy. Deməli, biz burada artıq idarə etmə haqqında da danışdıq. Böyük xan dövlətin idarəçisi, Tarxan imtiyazlı şəxslərimiz oldu. Baskak vergi yığan məmurlarımız və bu dövrdə iki dənə idarə etmə orqanımız var. Ali Məclis, Dövlət Divanı. Ali Məclis sadəcə məsləhət verməklə məşğuldur. Xanın yaxın adamları, ali ruhanilər, sərkərdələr burada iştirak edir. Dövlət Divanı ali icra edici orqandır və iki əsas səlahiyyət var. Mülki və hərbi. Mülki işlərə baş vəzir, hərbi işlərə isə bəylərbəyi başçılıq edir. Və beləliklə biz sizlə bugün Qızıl Ordu dövlətindən danışdıq. Ümid edirəm ki, anlaşılır oldu. Gələn mövzu izahatlarında görüşərik. Sağ olun. Sağ olun.